İlham qardaş burada dedi ki, dərslər var məsciddə. Yəni, dərslərdə iştirak eləmək. Yəni, o məsələlər qardaşlar ciddidir. Yəni, çalışın, istifadə edin. Yəni, fürsətdir. Çünki özün oxuya bilməsən də sonrası övladlarını göndər. Yəni, elə olur ki, görürsən, özü oxumur, övladlarına da fikir vermir. Xüsusən Quran-ı Kərim. Xüsusən Quran-ı Kərim. Quran-ı Kərim hamımız oxumalıyıq. Ərəbcə. Necə gəlib? Çünki tərcümədə o keyfiyyət ala bilmirsən mənanı. Ona görə fikir versən tərcümələrə, bir dildə neçə dənə tərcümə var. Və hamısı fərqlənir. Ona görə xüsusən Peyğəmbər sallallahu aleyhi ve sellem həmçinin həyatını öyrənməyi, sahabilərin həyatını öyrənməyi. Peyğəmbərimizin həyatı ne üçün? Dəvətdə o necə eləyib, o cür eləmək. Çünki o Peyğəmbərdir, bilirdi, özdə elə yerdə yaşayırdı, elə qövmlə ki, çox çətin idi. Lakin gör orada necə o dəvət aparırdı. Yəni, təəssüf, biz Peyğəmbər sallallahu aleyhi ve sellem həyatından ola bilsin çox az bilirik. Uşaqlarımız da bilmir. Uşaqlar görürsən ki, hansısa bir futbol komandanın 11 oyunçunun hamısı adını bilir. Neçənci ildə şot neçə olub və s. Trener kimdir, kimi neçə alıblar. Amma son 10 nəfər sahabini say, məsələn, cənnətlə müjdələnən çətinlik çəkəcək. Bu eybidir. Ona görə bu məsələdə ciddi olun. Ciddi olaq. Məsələ ciddi olaq, diqqət eləyək, mühümdir. Və ən vacib məsələlərdən biri, qardaşlar, insan birinci Allahı düzgün tanımaq lazımdır. Allahı tanımaq yox, düzgün tanımaq. Çünki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Allah Teala onu Məkkədə yollayanda Peyğəmbər kimi Məkkəlilər Allahı tanıyırdılar. Peyğəmbər sallallahu aleyhi ve sellem gəldi, sadəcə dedi ki, bu cür tanımaq düzgün deyil. Deməli, Allahı tanımaq, bir dənə tanımaq necə gəldi olmur. Onun qaydası var. Peyğəmbər sallallahu aleyhi ve sellem gələndə 300-dən çox Kəbəmdə pir var idi. Pirlər bürümüşlər yəni. Peyğəmbər sallallahu aleyhi ve sellem gəldi, dedi ki, pirlə Allaha inanmaq düzgün deyil. Pirin vasitəsilə Allaha yaxınlaşmaq düzgün deyil. Birinci imkan yox idi, sonra imkan olandan sonra o pirləri neyin adamsın? Dağıtdı. Ümumiyyətlə, Allaha iman məsələsində Peyğəmbər, ümumiyyətlə, dinimiz həssasdır. Çox. Bir gün Peyğəmbər sallallahu aleyhi ve sellem yanında biri dedi ki, Allah və sən istəsən. Peyğəmbər sallallahu aleyhi ve sellem dərhal dedi ki, hələ edim olmaz. Deyinə, Allah istəsə, sonra mən. Bir dənə və sonra. Şeirsən, yəni o cür incə bir şeyə diqqət elədi. Və təsəllə biri, məsələn, pirlə yaxınlaşır. Yəni, gör nə gündədir. Hətta həriflə Allahdan danışanda hərifə fikir verməlisən. Balaca kəlməyə. Ona görə, qardaşlar, Allahı tanımaq ən birinci, düzgün tanımaq vacibdir, hər birimiz boynundadır. Necə tanıyacaqsan? Quran-ı Kərim. Quran-ı Kərimdə Allah Teala özünü tanıtdırır, bildirir. Hələ ayətlər, İxlas surəsi. Qul huvallahu əhəd, Allahu s-səməd, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Ayətlər Kürsi və başqa ayələr və ya surələr. Quran-ı Kərimi oxusan, söhbət ondan gedir elə. Allahı düzgün tanımaqdan.
Allaha düzgün yanaşmaqdan. Mövzu budur əsasən. Peyğəmbərlərə tabi olmaqdan. Və sonra Allahı tanıyandan sonra həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem düzgün tabi olmaq lazımdır. Düzgün. Yəni, necə gəlib, səhih, uydurmanla yox, xəyallarla yox, zəif rivayətlərlə yox, ancaq səhih ilə gedmək lazımdır. Və həmçində, qardaşlar, dində də fikir vermək lazımdır. Özünüz görürsünüz ki, dində fikirlər çoxdur. Və ged-gedə də çətinləşir, ged-gedə də ayırmaq çətinləşir. Hətta tələbə görürsən ki, hərdən ayıra bilmir. O ki, qaldı sıravi adam, Səlman. Ona görə dini məsələlərə də diqqət eləmək lazım. Özü görürsünüz, dini kim necə gəldi istifadə eləyir. Din adına insanlar öldürürlər. Və elə təsəvvür gətirirlər ki, İslam dini gəlib hamısını öldürməyə. Amma hələ deyil axı, İslam gəlməyib hamısını öldürməyə. İslam dinine görə adam öldürmək ən böyük günahlardandır. Ən böyük. Əksinə, İslam gəlib insanlar həyatını qorusun. Hasanlaşdırsın həyatını, təmizləsin, təmiz həyat olsun. İnsanlar bir-birlərini hörmət eləsinlər. Haramdan çəkinsinlər, zülümdən çəkinsinlər. İslam bunun üçün gəlib. Gəlməyib insanları öldürsün. Və həmçinin başqa şeylər. O da xurafatlar var. Başlasaq 2-3 gün lazımdır ki, bəlkə qutarmayacaq ələm. O da fikirlər var. Ona görə o incə məsələləri də öyrənmək lazımdır. Ona bəzən deyilir mənhəc. Yəni, üslub. Yanaşmağın təri məsələlərə. Məsələlərə yanaşmağın qaydası. Necə bizdən öncə salih sələflər yanaşıb. Ona görə, qardaşlar, bu şeylərə diqqət eləyin. Əlhamdülillah, bu fürsət varsa, belə dərs, əlhamdülillah, gedin dərslərə. Quran-ı Kərim kim oxuya bilir, qiraətini düzətsin. Kim oxuyub qiraətini düzəltsin, təcvidi öyrənsin. Kim təcvidi də öyrəndi, artıq Quran-ı Kərimdən əlhamdülillah. Yavaş-yavaş əzbərləsin, nə qədər bacarır və öyrətsin. Sonra başqalarına keç. Belə-belə yaygınə. Hamı müsəlman Quran-ı Kərim oxumalıdır. Necə gəlib, qardaşlar? Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem və s. Hətta fiqh məsələləri öyrənməlisən. Qardaşlar ibadət edib, hərdən görsən fiqh məsələləri bilmirlər. Öyrənmək lazımdır, hətta düzgün olsun ibadət. Allah razı olsun. Allah bizə işi faydalardan etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.